Osteoporoz nədir? Osteoporoz sümüklərin kövrəlməsi deməkdir. Osteoporozdan əgər insan yaşa dolacaqsa, hər bir insan əziyyət çəkəcək. Bu, yaşlı insanların həyat tərzidir. Bu, bir xəstəlikdir də deyə bilərik, həyat tərzi də deyə bilərik. Düzdür, gənc adamlarda bu adətən əksər hallarda rast gəlinmir. Amma yaşa dolduqca, məsələn 60 yaşından, 70 yaşından, 80 yaşından yuxarı, yaş artdıqca bu xəstəlikdən əziyyət çəkmə faizi də artır. Yəni, çox yaşlı yaşayan insanlar elə biri ola bilməz ki, onda osteoporoz olmaz. Bu nə deməkdir? Belə düşünək də, beton var, binanın əsası. İllər artdıqca bu keyfiyyətini itirir, kövrəkləşir. Sümük də elədir. Sümüyün əsasını təşkil edən o sementi deyə kalsiumdur. Kalsium bəlli bir həyat tərzi ilə əlaqədar, yanaşı xəstəliklərlə əlaqədar, yaşla əlaqədar, insanın bədənində gedən digər metabolik proseslərin pozulması ilə nəticələr, sümüklərdə kalsium azalmağa başlayır. Sümüklərdən qovulur. Qovulduqca, yəni yaşamağımız üçün və yaxud hər hansı bir xəstəlik üçün, qovulduqca sümüklərin o möhkəmliyini təşkil edən boşluqlar yaranır. Və sümüklər kövrəkləşir və öz-özündən qırılır. Və bu xəstələrdə biri var, məsələn, hər hansı bir travma alıb sümüyün sına. Avtomobil qəzası ola, hündürlükdən yıxıla və s. Bir də var, xəstə, bu sümük qırılır və xəstə yıxılır. Yəni, burada ilk öncə qırılma yaranır. Təbii ki, bax, bu belə baxanda ciddi bir şey deyil, amma yaşlı nəslin nümayəndələrində çox ağır problemlərlə nəticələnə bilir. Məsələn, bu xəstələr aylarla, illərlə yataq xəstəsi olur. Və bəzən bunlar bu travmadan deyil, yanaşı meydana gələn ağciyər ürək çatılmazlığından, yataq xəstəliklərindən həyatlarını itirirlər. Və yaxud gec sağalır. Normalda bilirik ki, tutalım, sümük sındısa, bir neçə aya istər onu gipsə qoy, istər sarğıya qoy, fiksatora qoy və yaxud əməliyyat elə, bir aya, 2 aya sağalır. Amma bunlarda sağalma prosesi uzun aylar, illər çəkir. Çünki sümüyü birləşdirən keyfiyyətli o kalsium yoxdur, boşdur. Təbii ki, və buna görə də səbəb araşdırılmamış, bunu yaradan problem üzə çıxmamış, bunun müalicəsindən söhbət gedə bilməz.